Səfiyyə, Abbas Hadi. 1982-ci ilin martı idi. İbrahim məzuniyyətə gəlmişdi. Gecə evə gəldi və bir qədər söhbət etdik. Cibində böyük bir pul dəstəsi var idi. Doğrudan, dadaş, bu qədər pulu hardan gətirirsən? Mən neçə dəfə cəmaata kömək etdiyini, əzadarlıq həyatına pul xərclədiyini görmüşəm. İndi də cibində bu qədər pul var. Sonra zarafata keçdim. Düzündür, xəzinə tapmısan? Güldü. Yox əşi, bunları dostlar verirlər. Özləri də deyirlər ki, hansı işə xərcləyim. Ertəsi gün İbrahimlə bazara getdik. Bir neçə döngədən keçib bir mağazaya girdik. Təxminən böyük bir mağaza idi. Mağazanın qoca sahibi və onun gənc köməkçisi İbrahimlə səmimi görüşdülər. Bildim ki, onu yaxşı tanıyırlar. Bir qədər söhbətdən sonra İbrahim dedi. Hacı, inşallah sabah Gilan qərbə gedirəm. İbrahimcan, uşaqların nəyəsə ehtiyacı var? İbrahim cibindən bir kağız çıxarıb qocaya verdi. Bunlardan əlavə bir video kameraya ehtiyacımız var. Çünki bu qəhrəmanlıqlar qeyd olunmalıdır. Gələcək nəsillər bu dinin və bu ölkənin necə qorunduğunu bilməlidirlər. Sonra əlavə etdi. Döyüşçü uşaqların özlərinə də bir qədər çəfiyə lazımdır. Bu yerdə qocanın oğlu yaxınlaşıb dedi. Kamera heç, amma ağa İbrahim, çəfiyə nə üçündür? Məgər siz lotu kimi boynunuza dəsmal atırsınız? İbrahim bir qədər dayanıb dedi. Qardaş, çəfiyə boyun dəsmalı deyil. Döyüşçülər dəstəmə salanda çəfiyə dəsmaldır. Namaz qılanda səccadədir. Yaralananda sarığıdır. Qoca İbrahimin sözünü kəsib dedi. Baş üstə ağa İbrahim, onu da həll edərik. Ertəsi gün günortadan öncə həmin qoca yük dolu bir vanetlə gəldi. Tez İbrahimi çağırdım. Qoca İbrahimə bir video kamera və digər şeylər verib dedi. İbrahimcan, bu da bir vanet çəfiyə. İbrahim sonralar dedi ki, o çəfiyələrdən Fəthül Mübin əməliyyatında istifadə etdik. Get-gedə çəfiyədən istifadə İslam döyüşçülərinin simvoluna çevrildi. Zarafatçılıq. Əli Sadiqi, Əkbər Növcavan. Ciddi məsələlərdə çox ciddi. Zarafat zamanı da çox zarafatçı idi. Çoxları onu buna görə sevirdilər. Xörək yeməkdə xüsusi xarakteri vardı. Xörək bol olanda yaxşı yeyib deyirdi. İdmana və ağır fiziki fəaliyyətə görə bədənimizin yaxşı qidaya çox ehtiyacı var. Bir dəfə Gilan qərbin yerli uşaqlarının biri ilə birgə Kermanşaha kəlləpaça yeməyə getdilər. Onlar 2 nəfərə 3 heyvanın bütün kəlləpaçasını yemişdilər. Uşaqların biri İbrahimi nahara dəvət edib 3 nəfərə 6 yumurta, çoxlu düyü və digər yeməklər hazırlamışdı. Və təbii ki, heç bir xörəkdən artıq qalmadı. İbrahim yaralananda onu görməyə getdim. Oradan motosikletlə dostlarının birinin evinə iftara yollandıq. Ev sahibi İbrahimin yaxın dostlarından idi. Tez-tez xörək təklif edirdi. İbrahimin isə təklifə ehtiyacı yox idi. Qısası, İbrahim əlindən gələni etdi və süfrədən təxminən heç nə qayıtmadı. Bizim dostlarımızdan olan Cəfər Cənguru oradaydı. İftardan sonra tez-tez yandakı otağa keçib qonaqları çağırır. Bir-bir İbrahimin yanına gətirib deyirdi. İbrahimcan, bu qardaş səni görmək istəyir. İbrahim həm çox yemişdi, həm də yaralı olduğuna görə ayağı ağrıyırdı. Lakin gələnlərə hörmət olaraq ayağa qalxıb görüşməyə məcbur olurdu. Cəfər də arxada səssizcə gülürdü. İbrahim oturanda Cəfər gedib başqa birini gətirirdi. Bu iş bir neçə dəfə təkrar olundu. Çox əziyyət çəkən İbrahim xüsusi soyuqqanlılıqla dedi. Eybi yox, Cəfərcan, bizim də növbəmiz çatar. Gecə qaydanda İbrahim mənim motosikletimə minib dedi. Tez getdik. Cəfər də öz motosikletinə minib arxamızda gəlirdi. Onunla məsafəmiz çoxaldı. Yoxlanış yerinə çatanda dayandım. İbrahim ucadan dedi. Qardaş, buraya gəl. Silahlı gənclərin biri yaxınlaşdı. Əziz dost,
Mən müharibə əliliyəm. Bu sürücü də korpus uşaqlarındandır. Bizim arxamızda bir motosiklet gəlir. Sonra bir qədər dayanıb əlavə etdi. Mən bir söz deməsəm yaxşıdır. Lakin çox ehtiyatlı olun. Məncə silahlıdır. Sonra icazə aldı və yolumuza davam etdik. Bir qədər irəliləyib səkidə dayandıq və ikimiz də gülməyə başladıq. Cəfərin motosiklet çatanda 4 əli silahlı ətrafını sardı. Sonra belindəki tapancanı gördülər. Daha nə deyirdisə heç kim əhəmiyyət vermirdi. Təxminən yarım saat sonra başçıları gəlib Hacı Cəfəri tanıdı. Çox üzr istədi və postun uşaqlarına dedi. Bu, Seyid Şühada diviziyasının komandirlərindən olan Hacı Cəfər Cənkrudur. Keşikçilər utanıb ondan üzr istədilər. Cəfər çox hirslənmişdi. Bir söz demədən silahını təhvil aldı və motosikletə minib yola düşdü. Bir qədər irəlidə İbrahimin səkidə dayanıb ürəkdən güldüyünü görəndə nə baş verdiyini anladı. İbrahim yaxınlaşıb Cəfəri qucaqladı və öpdü. Cəfər də gülməyə başladı.